Kimin bir çörəklik buğdası vardı, başını çəkməyə yuvası vardı. Nə ağadı, nə də kimsəyə nökər. Şad olsun, zənn etsin dünyası vardı. Əlimdə olsaydı əgər iqtidar, bu köhnə fələyi kökündən yıxar. Təzədən elə bir fələk qurardım ki, hər kəs yaşardı, azad, bəxtiyar. Fələyin yazdığını mən poza bilsəydim həmən, onu arzumla, məramımla yazardım təzədən.